Salam değerli izleyiciler, her vaxtınız xeyirli olsun. Biz hal-hazırda Quba rayondayıq. Kanalımıza müraciət edən Namiq müəllim çətinliyə uğradığını dedi. Xahiş elədik ki, gəlin kanallar vasitəsilə mənim şikayətimi də paylaşın. Buyurun, özünü təqdim edin. Mən Əliyev Namiq Natiqoğlu. Probleminiz nədir Namiq müəllim? Özümə məxsus çay evinin üstündə dəmir talvardan Nə tikdirmək istəyirsiniz? elə bil ki, artırma, ikinci mərtəbəni artırma kimi. Arkamızda Dəmir konstruksiya Bəli, tikmək istəyirsiniz. dəmir konstruksiyanı. Sizə mane olan nədir? Kimdir? Razılıq ala bilmirəm də, razılıq vermirlər. Kim vermir? Bax, nə deyirlər? Baxın, yarımçılıq qalıb, bura qədər tikilir. Kim gəldi, sizə nə dedi? Nə icazə vermədilər? Fövqələdədən işi saxlayıblar. İcazə vermirlər. Nəyə görə vermirlər? Axı sənədləriniz yerindədir. Belə layihə çəkdirmişik. Razılıq verilmir. Sənədlər rəsmdir, bir baxaq. Demək olar ki, Namiq müəllim, bütün sənədləriniz var. Bəli. Bəs nəyə görə mane olurlar? pulsuyla pulsuz. O bol gibi dostunlar da mesela kimse ha bol ilham edilmek pulsuyla pul. Namiq müəllim, nəyə görə icazə vermirlər? Müsaade vermek istiyorsun. Nə deyirlər? Bu ikinci Neçə evladınız var? 3 oğlum var. Böyük oğlum əsgərlikdə hal-hazırda. İkinci oğlum autizm sindromludur. Birinci qrup 50'dir. Bəli, bəli. Balaca da birinci sinifdə oxuyur. Amma yenə də icazə vermirlər. Əskərlikdə hərbi xidmətdə olan oğlunuz. Bəli, Dediyinizə görə xəstədir. Yenə hərbi xidmətə getdi. bəli, bəli. Balaca uşaq birinci qrup 50'dir. Bəli, Yenə vermədilər. Onlar gedək içəriyə baxar. olar. Bütün lazım olan əşyaları Bir dakika. Namiq müəllim, bura balaca bir 29 kvadrat metri çay evidir, elə? Çay evidir bura. Bəli. Lakin yukarısını çöktüğünüze göre yağış suları hamısı akıp bir oldular. Namiq müəllim, siz nəyə görə icazə verirlər? Bax, bütün otaqlar 29 kvadrat metri yerim yağış suları altında qalır. Bütün kağızlar, tavan, hamısı dağılır. Kim sizə icazə verir baxına? Siz kim nəyə görə icazə verir? Tüketim materyalları su altında qalır. Namiq müəllim, siz orada hallar mənzili gəldilər, sizə nə dedilər? Fövqəladə Allah Nazirliyinin Qaçmaz regional hörmətindən saxlayırlar. Bir icazəsiz başlandı işə, ona görə. Eşitdiyimə görə çox yerdən maraqlanmışam, dəmir konstruksiyaya icazə tələb verirlər. Ancaq bilmirəm də hansı maraqdan, hansı səbəbdən belə deyirlərsə. İcra hakimiyyətindən razılıq əldə icazə kağızı lazım. İcra hakimiyyəti konstruksiya çəkirlərə icazə verən qurum deyil. Rəsmi qurum deyil. Yəni nəzarət edir. Regionda icra hakimiyyətləri səlahiyyəti görülən işlərə nəzarət edir. Necə sizə razılıq kağızı verə bilər? Necə nəticə görə belə səlahiyyət edir? Vallahi bilmirəm də qardaş, almışam. Orada vurdu ki, nə deyir?
Elvin müəllim. Elvin müəllim sizdən sınıf icra hakimiyyəti kağıdını tələb elədi, yoxsa şəhər sağlamı? Yəni şəhərsalma da deyəsən. Namiq müəllim, bu qədər tikinti əşyaları almışsınız. Qapıları hansı pulla almışsınız? Qalın yarışın qabağında. Bankdan kredit almışam, açığı. Gecə də gözümə yuxu gelmir ki, mən işim qaldı yağımçılıqda. Kimə müraciət edirsiniz buradan? Bir əskər rəfəqisiniz. Biraz aidiyyatı qurumlardan kömək. Mən kimdən istəyirsən? Başda prezidentimiz olmağına hamıdan kömək istəyirəm. Bu çıxış yolu. Bilmirəm nə tərif, xahiş edeyim. Sizə kanallarınız vasitəsilə Divar Alimpiya Hakimiyyəti başçısına xahiş edir ki, əskər əsasında birinci qrup 50 il əsasında köməyinizdə əsas gəlmək. Təşəkkür edirəm.